Son illərdə təhsildə beynəlxalq forumlar yalnız bilik mübadiləsi deyil, həm də ölkələr arasında mədəni əlaqələrin möhkəmləndiyi platformaya çevrilib. Bugün isə diqqət mərkəzində Bakı Slavyan Universitetində keçirilən təhsildə yeni çağırışlar 6-cı beynəlxalq forumu var. Bəs bu tədbirin əhəmiyyəti nədən ibarətdir? Daha ətraflı sujetdən izləyək. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq təhsil forumları artıq sadəcə elmi müzakirə meydanı olmaqdan çıxaraq xalqlar arasında yeni əməkdaşlıq körpülərinin qurulmasına, mədəni inteqrasiyanın dərinləşməsinə xidmət edir. Belə tədbirlər vasitəsilə həm regional, həm də qlobal miqyasda təhsil siyasətlərinin uyğunlaşdırılması, ən yaxşı təcrübələrin paylaşılması mümkün olur. Azərbaycanın da belə tədbirlər həyata keçirməsi təhsil sahəsində beynəlxalq dialoqa açıq olduğunu göstərməklə ölkəmizi bu müzakirələrin mərkəzlərindən birinə çevirir. Belə addımlardan biri də Bakı Slavyan Universitetində həyata keçirilən təhsildə yeni çağırışlar 6-cı beynəlxalq forumudur. Bir çox beynəlxalq tərəfdaşların iştirak etdiyi konfransın həm Azərbaycanın, həm də xarici ekspertlərin təcrübə mübadiləsinə geniş imkanlar açdığı düşünülür. Təhsilin kökündə insanların həm də əlaqələri, əməkdaşlığıdır. Çünki əməkdaşlıq olmadan təhsil mümkün deyil. Təhsil olmadan inkişaf mümkün deyil. İnkişaf olmadan da mədəniyyətlərin birgə yaşayışı mümkün deyil. Deməli, bunların hamısı bir-birinə sıx bağlıdır. Bu baxımdan da universitetlərin bu cür tədbirlər keçirtməsi, forumlar keçirtməsi çox təqdirə layiqdir, vacibdir. Bu kontekstdə həm də o cümlədən də biz Bakı Slavyan Universitetinin burada bir liderlik rolu da çıxış eləməyindən də təbii ki, bir universitet olaraq məmnunuq. Mütəxəssislər vurğulayırlar ki, belə beynəlxalq tədbirlər təkcə ideya mübadiləsi üçün deyil, həm də yeni əməkdaşlıq münasibətlərinin əsasını qoymaq baxımından xüsusi əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən gələn spikerlərlə qurulan birbaşa əlaqələr gələcəkdə müəllimlərin təcrübəsini zənginləşdirə bilər. Bu sadəcə bir forum çərçivəsində baş verən müzakirələrlə məhdudlaşmır. Eyni zamanda davamlı bir şəbəkənin formalaşmasına, təhsilin beynəlxalq miqyasda daha sıx inteqrasiyasına yol açır. Beynəlxalq təcrübə haqqında danışılır. Görünən odur ki, təhsilimizin cəmiyyətdəki rolunu artırmaq üçün atacağımız addımlar çoxdur. Müəllim əməyinə verəcəyimiz qiymət, müəllimin cəmiyyətdəki dəyərinin artırılması istiqamətində görülən işlər təqdirə layiqdir. Müxtəlif ölkələrdən spikerlər iştirak edir. Həmin o spikerlərlə də müəllimlərimizin əlaqəsinin yaranması, yeni bir networkün qurulması baxımından da düşünürəm ki, çox vacibdir. Bu cür forumlar bir daha göstərir ki, təhsil yalnız yerli və milli səviyyədə deyil, qlobal miqyasda da strateji əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq forumlar kimi bu tədbirdə yalnız bilik mübadiləsi deyil, mədəni diplomatiya və yumşaq güc vasitəsilə xalqlar arasında əlaqələrin güclənməsinə xidmət edir. Bu baxımdan Bakıdakı bu konfransın təcrübəsi Azərbaycanın dünya təhsil və mədəni əlaqələr xəritəsində öz yerini möhkəmləndirən bir addım kimi qiymətləndirilir.